Salam uşaqlar, bugünkü mövzumuz adi kəsirlərin vurulması. Səhifə 64, 65, 66, 67. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi və abunə olmağı unutmayaq. Başlayaq dərsimizə. Səhifə 64. Natural ədədin adi kəsirə vurulması. Uşaqlar, bir dənə misal üzərində izah edin. Məsələn, mənə deyir ki, 3 vurulsun 5-də 1. Natural ədəd nədir? Natural ədəd sayı üçün istifadə etdiyimiz ədədlər. 1, 2, 3, 4, 5. Yəni, mən natural ədədi hal-hazırda adi bir kəsirə vururam. Adi kəsir nə idi? A bölünsün B şəklində göstərilə bilən kəsir, düzdürmü? Bu zaman necə işləyirik? Uşaqlar, siz mənə deyin görüm. Məsələn, deyəndə ki, nəyəsə vururam 3-ə. Tutaq ki, 5-i vururam 3-ə. 3-ə vurmaq nə deməkdir? Yəni, 3 dənə həmin ədəddən deməkdir, düzdürmü? Yəni, 5, 5, 5, bunların cəmi, düzdürmü? Yəni, 3 dənə 5. Və yaxud da 4-ə vuranda 4 dənə həmin ədəddən demək deyil. 5-ə vuranda 5 dənə həmin ədəddən demək deyil. İndi deyirəm ki, mən bunu 3-ə vurmuşamsa, 3 dənə həmin ədəddən. Yəni, 5-də 1-dən. Yəni, bu nə deməkdir? 5-də 1 plus 5-də 1 plus 5-də 1 də yaza bilərəmmi? Plus 5-də 1. İndi deyirəm, kəsiri necə cəmləyirdik? Demişdik ki, məxrəc olduğu kimi qalır, sürətlər cəmlənir. Yəni, 5-də 1 plus 1 plus 1 neçə edir? 3. 3. Aydın uşaqlar. Nəyəsə vururamsa, hansı natural ədədə vururamsa, həmin ədəddən o sayda götürürəm. Məsələn, mənə deyir ki, 7-də 2 vurulsun, tutaq ki, verilib 4. Yəni nə? 7-də 2-dən 4-dən götürməliyəm. Yazıram. 7-də 2, 7-də 2, 7-də 2, 7-də 2. Yəni 4-dən 7-də 2-nin cəmi. Və uşaqlar demişdik ki, cəmləyəndə məxrəc olduğu kimi qalır, sürətlər cəmlənir. Məxrəc olduğu kimi qaldı. 2 plus 2 plus 2 plus 2 elədi 8. Və uşaqlar bu düzgün olmayan kəsirdir deyə bunu 1,7-də 1 şəklində yaza bilərəm. Problem yoxdur uşaqlar. İndi tutaq ki, 4-ə vurmaq rahat idi uşaqlar, 4 dənə yazdım. 3-ə vurmaq rahat idi, 3 dənə yazdım. Tutaq ki, 100-ə vurmaq məndən tələb edir. 100 dənə bir-biri yazmalıyam. Və yaxud da 50-yə vurmaq tələb edir uşaqlar. 50 dənə, tutaq ki, 7-də 2 yazım. Bu mümkündürmü uşaqlar? Yox, vaxt israfıdır. Onda, bəs bunu necə işləyirik uşaqlar? Baxın, diqqətlə bura. Görürsünüz, cavablarda məxrəc olduğu kimi qaldı mı? Sadəcə bu vuruldu buna. Sürətə vuruldu. Baxın, məxrəc olduğu kimi qaldı mı? Məxrəcdə heç bir dəyişiklik olmadı. Baxın, cavabla əlaqələndirirəm. Dedik ki, 7-də 2 vurulsun 4. Bərabərdir. Aldıq buradan nə? 7-də 8. Bu formasını yazıram. Baxın, məxrəc eynidir. Məxrəclə işimiz yoxdur. Bu vurulub buna yazılıb üstə. Yəni, uşaqlar, natural ədədə adi kəsirə necə vururuq? Natural ədədə adi kəsirə vurarkən məxrəc olduğu kimi qalır. Natural ədədimiz surətə vurulur. Yəni, surətlə işləyəcəyik. Başqa bir sual üzərindən deyim. Məsələn, bizə verilib. Tutaq ki, verilib 10-da 3 vurulsun mənə deyir 3. Aha, bu zaman burada məxrəc olduğu kimi məxrəclə işim yoxdur. Baxın, bu ədədlər bir-birinə vurulur, sürətə vurulur. O da elədi 10-da 9. Aydın uşaqlar və uşaqlar aldığınız cavab düzgün olmayan cavabdırsa, düzgün olmayan kəsirdirsə, qarışıq ədədə çevrilir mütləq şəkildə. Cavablar qarışıq ədəd formasında veriləcək. Gəlin, nümunələr üzərindən deyim. Məsələn, səhifə 64-də birinci suala baxıram. Deyir ki, təsvirlərə uyğun vurma əməlini yazın və hasili tapın. Birinci sual. İndi uşaqlar 9-da 1, 9-da 1, 9-da 1, neçədən 9-da 1 verilib? 4 dənəsi burada, 4 dənəsi burada. Yəni, hətta belə yazımda 9-da 4-dən neçə dənə verilib? 2 dənə verilibmi? 1-2 yazsam olar?
2 dəfə cəmləyirəmsə, deməli 2-yə vurmaq. 3 dəfə həmin ədəddən yazmışamsa, deməli 3-ə vurmaq. Bunu bilirik. Bu bərabərdir. Məxrəc olduğu kimi bu vurulur sürətə. 9-da 8. 8. Bir dənə də bəndini yazım. 3-də 2, 3-də 2, 4 dənə 3-də 2. Yəni 3-də 2 vurulsun 4 olacaqmı? Məxrəc olduğu kimi qalır. Bu vurulur sürətə. 2 vurulsun 4, o da elədir 3-də 8. Və uşaqlar bir dənə baxıram. Cavabım düzgün olmayan. Düzgün olmayan nə idi? Sürət məxrəcdən böyük və yaxud da bərabərdirsə. Sürət böyük olduğuna görə məxrəcdən 8-i bölünəm 3-ə 2 tam. Qalıq qaldı 1. Qalığı sürətə yazırdıq. Qalıq qaldı 2 uşaqlar. 8-dən 6 çıxanda 2 edir. Aydındır uşaqlar. Bu formada təyin edirik. Keçirəm ikinci sualımıza. İkinci sualımızda bizə nə deyir? İkinci sualda 8-də 1 plus 8-də 1 plus 8-də 1 nə deməkdir uşaqlar? 8-də 1 vurulsun 3, düz. 8 olduğu kimi qalır, 1 vurulur 3-ə. O da bərabər 8-də 3. Növbəti bənd 5-də 1-dən 6 dənə. 5-də 1 vurulsun 6. 5-də 1 vur 6 eləyir 6. Və uşaqlar düzgün olmayan kəsr olduğu üçün qarşı qədədə çevriləndə 1 tam 1 dəfə yerləşir içində. 5 olduğu kimi qalıq 1 qalır deyib qalığı yazdım sürətə. 4-də 1-dən 5 dənə verilib. Bu da bərabərdir. 4-də 5, 1 vuranda 5 elədir 5. 5-i 4-ə böləndə 1 tam, qalıq qalır 1. Qalıq sürətə. Başqa bir 7-də 2-dən verib 7 dənə. Bu da bərabərdir. Məxrəc olur olduğu kimi 2 vurulsun 7. 14. 14-ə böləndə 7-yə neçə edir uşaqlar? 2 tam. Qalığı yoxdur deyə kəsr xətti seçməyimə ehtiyac yoxdur. Birdən də sual üzərində baxaq. Verilib 8-də 5-dən 5 dənə. Məxrəc olduğu kimi qalır 5 vurulsun 5. Bu da bərabərdir 8-də 25. 25-i böləndə 8-ə 3 dəfə tam yerləşir. Qalıq qalır 1. Sürətə yazdım qalığı. Həmçinin 3-də 2-dən burada verib 6 dənə. 3-də 2 vurulsun 6. Bu da bərabərdir. Məxrəc olduğu kimi qalır 2 vururam 6-ya. Bu da bərabərdir 3-də 12. 12-yi də böləndə 3-ə neçə eləyəcək? 4. Qalıq qalmırdı deyə kəsri yazmama ehtiyac yoxdur. Aydındır uşaqlar. Yerdə qalan növbəti bəndləri hansılar ki işləmədim onu sözünüz. Keçirəm 3-cü suala. 3-cü sualda bizə nə deyir? Üçüncü sualda hasili tapın. Eyni tip suallar. 5 vurulsun 9'da 1. Uşaqlar 9'da 1 vurulsun 5'dən 5 vurulsun 9'da 1'in heç bir fərqi yoxdur. Səbəb niyə? 3 vur 4 neçə edir? 12. 4 vur 3 neçə edir? 12. Uşaqlar yadımızdadırsa vurmanın yer dəyişmə xassəsi. Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. Olduğu kimi qalır. Yəni bunu buna vurdum və yaxud da bunu buna vurdum. Eyni şeydir. Məxrəc olduğu kimi qalan hissə surətdə. Aydındır? Məxrəc olduğu kimi qalan hissə surətdə. 9'da 5. Bir dənəsində yazaq. 4 vurulsun 8'də 3. Məxrəc olduğu kimi qalan hissə surətdə. Bu da bərabərdir. Hətta uşaqlar. Sizə deyir hasili tapın. İxtisar lazımdırsa ixtisar da eləyə bilərsiniz. Sürətdə məxrəcdə ixtisar nə idi? Sürətdə məxrəcdə eyni bir ədədə bölmək. İkisi də 4'ə bölünə bilir. 4'ə böləndə 3, 4'ə böləndə 2. Bu da eləyir 2'də 3. Bu da bərabərdir 1 tam 2'də 1 formasında təyin olunur. Aydındır uşaqlar. Və uşaqlar sizə belə bir şey deyim. Bunu mən vurmayıb da ixtisar apara bilərdim. Baxın uşaqlar. Sürəti də məxrəcdə eyni bir ədədə böləndə bunu bir promil bölmək olardı.
Amma sırayla da işləsək problem yoxdur. Eyni cavabı alırıq onsuz da. İxtisar olunur, cavab qarşı qədə şəklində yazılır. Və uşaqlar, hətta açıqlamada burada verilib ki, vurursan, deyir ki, alma ədəd ixtisar olunur, ixtisarı tələb edibmiş məndən demə. Bax, yaxşı, elədik də. Və uşaqlar deyir ki, qarşı qədə şəklində göstər. Eləmişik. Doğru. Verilib, növbəti sual, 15 vurulsun, 10-da 2. Bu da bərabərdir. Məxrəc olduğu kimi 15-i vururam 2-yə. Bu da bərabərdir 10-da 30. 30-u böləndə ondan neçə eləyir? 3 tam. Bəli. Növbəti bənd. Verilib. 12 vurulsun 18-də 5. Uşaqlar, sualların hamısını işləmək mənə elə gəlir ki, sizə ziyandır. Çünki siz özünüz tətbiq eləməlisiniz. Ona görə mən sualın hamısını işləmirəm. Oradan buradan işləyirəm ki, sadəcə siz başa düşün. Mövzunu başa düşsəz, onsuz da qalanın özünüz işləyə biləcəksiniz. Yəni, mənim bütün sualları işləməm sizin üçün gərəksizdir, lazımsızdır. 3-4 dənə də nümunə verəcəm, keçsin növbəti suala. Heç vaxt sualların hamısına baxmayın. Birinci özünüz işləyin, görün işləyə bilirsiniz və yaxud da işləyə bilmirsiniz. Və yaxud da harada probleminiz var. Onu müəyyənləşdirin sonra. Aydındır? 18, 12 vur, 5 yazdım. Bu da bərabərdir. 60 bölünsün 18 və mənə deyir ki, ixtisar apar. 18-dən 60 nəyə bölünür? 6-ya. Düz. 6-ya bölünəm sürətdə, məxrəcdə. Bu da elədir. 10 bölünsün 3. 10'un içində 3. 3 dəfə yerləşir. Qalıq qalır 1. Qalıq sürətə. Problem yoxdur. Növbəti. Növbəti sualımız. Verilib. 5 vurulsun 10'da 7. Aha. Məxrəc olduğu kimi sürətlər vurulur. Bir forma yazım 35. Sürətdə məxrəcdə 5'ə bölə bilərəm. Düz yazdım. 7'ni böləndə 2, 3 tam qalıq qalır. 1, sürətə qalığı yazdım. 2'də 1. Verilib. 4 vurulsun 6'da 5. Bu da bərabərdir. 6'da 4 vur 5. 20. Sürətdə məxrəcdə 2'yə bölünürmü? 2'yə böləndə 10 bölünsün 3. 3 tam 3'də 1. Qalıq qaldı 1. Başqa 10 vurulsun 20'də 11. Bu da bərabərdir. Məxrəc olduğu kimi qalır. Bu vurulur sürətə. 110 bölünsün 20. İkisi də 10'a bölünür. Qaldı 11 bölünsün 2. 2'də 11. 5 tam yerləşir. Qalıq qalır 1. Qalıq sürətə. Verilib. 7 vurulsun 21'də 5. Bu da bərabərdir. 21'də 7 vur 5 35. Sürətdə məxrəcdə 7'yə bölünürmü? 7'yə böləndə elədi 5. 7'yə böləndə elədi 3. 5 bölü 3 elədi 1 tam 3'də 2. Qalıq qalır 2. Hətta bir dənəsini də yazın. Yekunu bıraq. Bu sualını. 11 vurulsun 2 bölünsün 22. Məxrəc olduğu kimi qaldı 22. 11 vurulsun 2 yazdım sürətə. O da bərabərdir 22'də 22. 22 22'yə böləndə neçə eləyir? 1. Qurtardı. Aydındır uşaqlar. Bir daha deyirəm. Natural ədədi vuranda məxrəc olduğu kimi qalır. Natural ədədimiz surətə vurulur. Və uşaqlar ixtisar gedirsə, yəni sürətlə məxrəcə eyni bir ədədə bölünürsə, bölürsüz. Sonra da uşaqlar düzgün olmayan kəsirdirsə, mütləq şəkildə qarşı qədə bilirsiniz. Çünki cavablar sizdə indi test sistemində cavablar qarşı qədə formasında verilir. Aydındır? Bu formada təyin olunur. Keçirəm 4-cü suala. 4-cü sualda bizə nə deyir? Dördüncü sualda.
deyir ki, boş xanaya uyğun olan ədədi tapın. Kvadrat vurulsun 3'də 1. Bərabərdir 3-dən 2. Uşaqlar, bu sürətə vurulmalıydı mı? Kvadrat vur 1. Düz yazdım. 3 3'e bərabər. Deməli, bu da 2'ye olmalıdır mı? Nəyi 1'ə vuranda 2 edir? 2'ni. 2. Başqa bir dənisini də yazım. 4 vurulsun 2'də kvadrat. Bu bərabərdir verilib 2. Yazıram. 2'də 4'ü vururam kvadrata, düzdürmü? Bərabərdir 2. Deyin görüm siz mənə. Nəyi böləndə 2'ye 2 edir? 4'ü. Deməli 4 vurulsun kvadrat nəyə bərabərdir? 4'ə bərabərdir deyə bilərəm. 4'ü nəyə vuranda 4 edir? 1'ə. Ay sağ olun. 1'ə vuranda eləyir. Bir 2'dən də bəndinə baxın. Bu birisi heç. 5 vur 1 eləyir, elə sürətə 5 yazırsınız, kifayətdir. Bu birisi 8'də 1'i vuranda. Bu birisində bir dənə bunu da yazıram. 5 vurulsun 6'da 5. Bərabərdir. Uşaqlar heç o cavaba baxma. Bu bərabərdir 6'da 5 vuranda 5 yanında vuranda neçə edir? 25. 25'i bölünəm 6'ya. 4 tam yerləşdi mi? 4 tam 6'da qalıq qalır 1. Qalıqda sürətə. Sizə də məhz sürət dəyini istəyirdi. 1. Bu formada təyin edirik. Bura kimi aydındır uşaqlar. İndi bura kimi təyin elədik. Hal-hazırda sizinlə adi kəsrlərin vurulması haqqında. Bayaq natural ədədin adi kəsrə vurulmasını qeyd elədim. İndi adi kəsrləri necə vururuq? Adi kəsrlər vuranda. Məsələn, mənə verir. Belə bir şey. Mənə deyir ki, 3'dən 1'i vur. Tutaq ki, 4'dən 3'ə. Mənə deyir ki, bu asili tap. Uşaqlar, 3'dən 1 nə deməkdir? Gəlin kvadrat üzərində göstərim. Bu olsun mənim kvadratım. 3'dən 1 nə deməkdir? Tortun deyəndə ki, 3'də 1'in mən ver. Hansı hissəsini verirsiniz uşaqlar? 3 yerə bölürsünüz, bir hissəsini verirsiniz. Düz. Yəni 3'dən 1 nə deməkdir? 3 yerə bölüb bir dənəsini götürmək. Tutaq ki, bir dənəsini götürdüyüm hissə hansı hissədir? Budur. 3'dən 1 budur. Düzdürmü? Bu hissə məndə olur 3'dən 1. Bu saydın. Bəs uşaqlar, 4'dən 3 nədir? 4'dən 3 deyəndə 4'ü yerə bölüb 3 dənəsini götürmək, düzdürmü? Yəni 4'ü yerə böləcəm. İndi 4'ü yerə bölməyi bu formada göstərəcəm uşaqlar. 4'ü yerə böləcəyik. 4'ü yerə bölürük. 3 dənəsini götürürəm. Bu pay olsun, bu pay olsun, bu pay. Tutaq ki, belə. Hətta belə göstərərdim ki, iştiriklər. Bu da elədir 4'dən 3. Dörtdən 3. Bura kimi problem yoxdur uşaqlar. Baxın, 4 yerə böldüm, 3 dənəsini götürdüm. 4'dən 3'ümüzdə olur bu. Və uşaqlar, bunların hasili, bunların kəsişdiyi yeri göstərir. Yəni bu hissəni. Bunlar harda kəsişiblərsə oranı. Aydındır uşaqlar. Bu formada biz hamısını, indi bunların hamısını çəkib işləməyəcəyik ya. Bunların hamısını çəkməyə ehtiyac yoxdur. Gəlin bir daha baxaq. Yəni bu cavabı neçə eləyəcək? Ümumilikdə neçə kvadrat alındı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bir saniyə səhv saydım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli 12 dənə hissə alındı. Bunların neçəsi üst-üstə düşdü? 1, 2, 3. 3 dənəsi. Yəni cavab edir 4'dən 3. Aydındır uşaqlar. Və uşaqlar, kəsrin sürəti ilə məxrəcində eyni bir ədədə bölünürsə, yenə də bölə bilərsiniz. Problem yoxdur burada. Hələlik bölmürəm. Bəs uşaqlar, mən hər dəfə şəkil seçib işləyə bilərəmmi?
Hər dəfə tutaq ki, bunu tutaq ki, 5-dən 6 vurulsun nəsidir? Bunlar hər dəfə çəkib işləmək olar. Yox, çətindir. Bəs hansı formada işləyirik? Yadımızda saxlayaq. Sürət sürətə vurulur, sürətdə yazılır. Məxrəc məxrəcə vurulur, məxrəcdə yazılır. 1-i vuranda 3-ə neçə edir? 3. 3-ü vuranda 4-ə neçə edir? 12. Həqiqətən də doğrudur. Yəni B-də A vurulsun, D-də S. Hərflərlə göstərsəm bərabərdir. Surət surətə vurulur, surətdə yuxarıda yazılır. Məxrəcdə məxrəcə vurulur, məxrəcdə yazılır. Qayda budur. Aydındır uşaqlar. Adi kəsrə vuranda surət surətə, məxrəcdə məxrəcə vurulur. Və olduğu yerdə də yazılır. İndi suallar üzərində baxaq, görək hansı formada tətbiq edə bilirik. Verilib sualımız. Misal 5. Misal 5. Sualda nə deyir? Deyir ki, sual işarəsinin yerinə uyğun kəsri müəyyən edin. Təsvirlərə uyğun vurma əməlini yazın və hasilini tapın. Uşaqlar, baxın, birincidə verilib. Kitabın üzərində baxırsınız elə. 4 yerə bölünüb, 3-ünü götürüb 4-dən 3, vurulsun 2-də 1. Ümumilikdə 8-dən alınıb, 8-dən 3 formasında göstərilib. İkinci şəkildə A variantını indi mən izah edeyim. A variantında neçə yerə bölünüb? 5 dənə buradan, 5 dənə buradan bölünüb. 4 dənə buradan bölünüb. Yəni deyir ki, 4 yerə böldüm, 1-ini götürdüm. Bu isə məndə verir 4-dən 1. Və hətta işarə edeyim. 4-dən 1-ləri belə-belə işarəylə işarə edelim. Bir də verilib hansı isə buranı 5 yerə bölüb 5 yerə 1, 2, 3, 4, 5. Düzdürmü? 5 yerə bölünüb 2 dənəsi götürülüb. Yəni 5-dən 2-yə vururuq. Deyir ki, birinci sualı tap. Nəyə vurmuşsan? Problem yoxdur burada. 5-dən 2-ni də hansı formada işarə edeyim? 5-dən 2-ni əhatə etdiyi hissə bura. Düz yazdın mı? Və uşaqlar, bunların kəsişdiyi hissə hansıdır? İkisində ortaq düşdüyü bura. Yəni yazıram 4-dən 1 vurulsun 5-dən 2 bərabərdir. Ümumilikdə neçə dənə xana var? 1, 2, 3, 4. 5 dənə burada, 4 dənə burada. Yəni 20 dənə xana var. 20-dən neçə dənə eləyib? 1, 2. İkisini seçib. Problem yoxdur uşaqlar. Yəni uşaqlar, ümumilikdə xanaları sayırsınız. Neçəsini seçmişsinizsə onu götürürsünüz. 20-dən 2. Formasında təyin olunacaq. Həqiqətən də 4-ü vuranda 5-ə 20, 1-i vuranda 2'ye 2. Doğru cavab alınır. İndi bu formada təyin edirik. Növbətdə baxın 5-dən 4 vurulsun. Neçə dənəsi götürülüb? 3-dən 2. Aşağıdan 2 dənəsi işarə edilir. Yox, səhv baxmışdım uşaqlar. 5-dən 4 vurulsun 4-dən 2 formasında yazırsınız, hasili tapırsınız. O da edir 20 dənə xana edir, 20-dən 8 formasında təyin olunacaq. C variantını özünüz yazın. 6-cı suala baxırıq. Deyir ki, hasil tapın, bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın. Şöyle sahə modeli ilə yoxlamayacağım, sadəcə ilə hasilini tapacağım. Hasili tapsam kifayətdir. Sahə modeli dediği bu model. Siz özünüz yoxlaya bilərsiniz sahə modeli ilə. Verilib bizə nə? 5'də 2 vurulsun 8'də 3. Deyək ki, hasilini tap. Uşaqlar, qayda nə oldu? Kəsr xətti çək. Aşağıdakıları aşağı yaz. Yəni məxrəcdəkiləri məxrəcə yaz. Surətdəkiləri surətə yaz. Все. Qurtardı. Başqa bir qayda yoxdur. 46. Burada bizdən ixtisar istəmir deyə ixtisar aparmıram. Normalda sürətdə məxrəcdə 2'yə bölünən ədəddir. İstəsəz apara bilərsiniz. Problem yoxdur. Keçirəm. 3'də 1 vurulsun 5'də 2. Bu bərabərdir. 3 vur 5. 15. 1 vur 2. 2. Başqa birini yazım. 5'də 2 vurulsun 5'də 2.
5 vur 5, 25. Aşağıya yazdım. 2 vur 2, 4. Növbəti bir dənəsinə baxın. 5 ilə 3 vurulsun. 9 da 5. Bu bərabərdir. Kəsr xətti çəkirəm. Surətdə iləri yazıram. 3 vur 5. Məxrəci də məxrəcə iləri. 5 vurulsun 9. O da bərabərdir. 45-də 15 formasında təyin olunacaq. 45-də 15 formasında təyin olunacaq. Bu formada hər birini işləyib tamamlayırsınız. Arada da elə belə gedəcək. 7-ci sualda hesablayın və müqayisə edin. Yəni uşaqlar cavabı tapmalısınız, bir müqayisə etməlisiniz. Gəlin bir dən yazaq. 7-ci sualımızı. Yeddidə. Deyir ki, hesablayın və müqayisə edin. Verilib 5-də 3 vurulsun 2-də 1 hasilini tap. Uşaqlar bu bərabərdir. Dedik, məxrəc məxrəcə vurulur. Elədi mi 10? 3 vur 1, 3, 10-da 3. Mənə deyir ki, 10-da 3 ilə 3-də 1-i müqayisə elə. Uşaqlar hansı formada müqayisə edirdik? Ortaq məxrəci gətirirdik, müqayisə edirdik. 10-la 3 üçün ortaq 30. 30-a gətirmək üçün 3-ə vururam, 30-a gətirmək üçün 10-a vururam. Burada eləyir. 3-ü 3-ə vuranda 9, 10-u 3-ə vuranda elədi 30. Bu birisində eləyir. 10-u vuranda 1-ə 10, 3-ü vuranda 10-a 30. 30 dilimdən 9 dilim çoxdur, yoxsa 10 dilim? 10 dilim daha çoxdur. Bu bundan böyüdür. Problem yoxdur uşaqlar. Bu formada təyin olunur. Keçirik növbət bəndə. Bir saniyə. Növbəti bir-iki dənə də işləyək bu tip suallardan. Verilib bizə. Verilib. Aha, 5-də 2 vurulsun 6. Bu bərabərdir. Uşaqlar natural edə necə vururdıq? Məxrəc olduğu kimi qalırdı. 2-ni vururdıq 6-ya, 12. Bu da bərabərdir. 2 tam 5-də 2-də demişdik mi? İndi 2 tam 5-də 2 böyüdür, yoxsa 1 tam 3-də 1? 1 tam 3-də 1, 2 tam 5-də 2. Təbii ki, 2 tam 1 tamdan böyük bir ədəddir. Bu formada təyin olunur. Növbəti bəndlərdə uşaqlar hasilini tapıb özünüz hesablayırsınız ki, hansı formadadır. Keçirik 8-ci suala. Düzbucaqlığın perimetrinin və sahəsini tapın. Uşaqlar siz mənə deyin görün, perimetr nədir? Bütün tərəflərinin cəmi. Sahə nədir? N vurulsun uzunluq. A vurulsun B. Perimetr hansı formada təyin olunur? Bütün tərəfləri cəmləyəndə, yəni A plus, bir saniyə yazaq uşaqlar. Düzbucaqlı bu olmuşdur. Bura A'dırsa, burada A'dır. Bura B'dirsə, burada B'dir. P'ni tapanda P bərabərdir. A plus A plus B plus B. Düz yazdım mı? Və bu da bərabərdir. 2-dən A plus 2-dən B. 2-ni də çıxarsam 2 vurulsun A plus B. Düz yazdım uşaqlar. Perimetri bu olmuşdur. Sizə deyir ki, perimetri tap. Yəni, perimetrin düsturundan istifadə edib yaza bilərəm. Bundan da hesablaya bilərsiniz. Problem yox. 2 vurulsun 2 plus 4'də 1. Birinci 2'nin üstünə 4'də 1 gəlinir, heç edir. Uşaqlar, siz qarışıq ədədi keçməmisiniz deyə bu 2 plus 4'də 1 yazmaq istəmirəm. Yaxşı, bunu yazım. 2 vurulsun. Belə yazım, heç nə olmaz. Bu eləyirmi 2 tam 4'də 1? Yəni 4'də 9 eləyirmi? Düzgün olmayanı çevirsən. Siz adı kəsrə vurmağa keçmişsiniz hələlik. Məxrəc olduğu kimi qaldı. 2 vurulsun 9 elədi 18. Aydın uşaqlar. Sahəni tapanda isə eni vuracam uzunluğuna. Yəni 2'ni vuracam 4'də 1'ə. 2 vurulsun 4'də 1. Bu da bərabərdir. 4 olduğu kimi qaldı. 2 vur 1. O da elə 4'də 2. Bu formada təyin elədik. Növbəti bir dənə də bənd haqqında deyim. 8'də 5 olandı deyim. Görək hansı formada təyin olunur.
8'də 5. İndi perimetr necə təyin olundu? 2 vurulsun 8'də 5 plus 8'də 5. Hətta bu kvadrat deyil. 8'də 5. Kvadratın perimetri necə təyin olunur? 4 vurulsun 8'də 5 formasında təyin edirik. 4 dənə. 4 vurulsun 8'də 5. Bu da bərabər. 8 oldu. Kimi qaldı? 4 vurulsun 5. Bu da bərabərdir 8'də 20. İxtisar gedir. 4'ə bölə bilərəm. 4'ə bölürəm, 4'ə bölürəm. 4'ə böləndə 5, 4'ə böləndə 2. Bu da bərabərdir 2,5. Deməli, P bərabərdir 2,5. Sahəni tapırsan. 8'də 5 vurulsun 8'də 5. A vurulsun A yəni. Bu da elədir. 8 8'ə vuranda 64. 5'i 5'ə vuranda 25. 64'də 25 formasında təyin olunur. Bu da oldu bizim sahəmiz. Bura kimi problem yoxdur uşaqlar. Səhifə 66'da daxil olmaqla izah elədim. Kəsir indi adi kəsirlərin vurulması, kəsiri ixtisar eləməklə. Uşaqlar, indi gəlin baxaq. Biz bayaqdandır hasilini tapırdıq, sonra ixtisar aparırdıq. Bu dəfə isə ixtisarı aparıb sonra vurmanı eləyəcəyik. Yəni necə? Verilib tutaq ki mənə 2'də 1 vurulsun 5'də 4. Mənə deyir ki, hasilini tap. Şuna qayda nə oldu? Qayda eyni qayda. Məxrəci vururam məxrəcə, sürəti vururam sürətə. Bura kimi problem yoxdur uşaqlar. Uşaqlar, yadımızda saxlayaq. Baxın, surətdə sadəcə hasillər varsa, məxrəcdə sadəcə hasillər varsa, yəni sadəcə vurmaq. Arasında toplama çıxma ola bilməz, bölmə ola bilməz. Hasil varsa, biz surətlə məxrəci eyni bir ədədə rahat bir formada bölə bilərik. Yəni, hasilini tapmaqdasa, bir var 2'ni 5'ə vururum, hasil tapım, sonra ixtisar aparım. Bir var hasil tapmamış. Deyirəm ki, bunlar ikisi də 2'yə bölünə bilir. 2'yə böləndə neçədir? 2. 2'yə böləndə neçədir? 1. Bu da bərabərdir. Surətə vurulur. 1 vursun 2, 2. 1 vur 5 elədi 5. Aydındır uşaqlar. Sadəcə birinci ixtisar aparıram, sonra hasilini tapıram. Başqa bir sual üzərində təzədən baxaq. 5'də 4 vurulsun. Misal 9'un sualına baxıram. 5'də 4 vurulsun 8'də 3. 8'də 3. Bu bərabərdir. 5 vur 8 sürətə yazdım. 4 vur 3. 5 vur 8 məxrəcə yazdım. 4 vur sürətə yazdım. Deyirəm ki, hər şey nəyə bölünür? 4'ə. 4'ə bölürəm. Bax, surətlə məxrəcəni apara bilərsə, surətlə surəti aparmaq olmaz. Məxrəclə məxrəci aparmaz olmaz. Surətlə məxrəci, yəni aşağının yuxarını aparım. 4'ə bölünür 1. 4'ə bölünür 2. Bu da bərabər. 1 vur 3, 3. 5 vur 2, 10. 10'da 3 formasında təyin olunacaq. Başqa bir sual üzərində baxaq. 8'də 4 vurulsun 12'də 7. Bu bərabərdir. 8 vurulsun 12, 4 vurulsun 7 formasında yazdım. İkisi də 4'ə bölünürmü? 4'ə böləndə 1, 4'ə böləndə 2. İndi yenə də ixtisar gedən varmı? Yox, 7 ilə mən burada nəyi aparım? Bu da onsuz da 1'dir. Yəni 1 ilə nəyi ixtisar gedə bilər? Mümkün deyil. Bu da bərabərdir. Sürətə vurdum 7. 2'ni vurdum 12, 24. O da elədir 24'də 7. Bir dənə də sual üzərində baxaq. On 2'də 10 vurulsun 5'də 1. Bu da bərabərdir. Məxrəcə vurulur. Sürətdə vurulur sürətə. Bu da bərabərdir elədir. İxtisar gedir. İkisi də 5'ə bölünür əlbəttə. 1, 2. Uşaqlar 2 ilə 12'də ikisi də 2'yə bölünür. Bölünürsə yenə də aparın. Yəni bir dəfə atardınız, ikinci dəfə olmaz deyilən bir şey yoxdur. Nə qədər bölünürsə o qədər apara bilərsiniz. 2'yə bölünür 1, 2'yə bölünür 6.
Bu da elədi 6'da 1. Все. Başka bir sual üzerinde verim. 12'de 10. Vurulsun 5'te 1. Bu da beraberdir. 10 vurulsun 1 yazdım sürete. 12 vurulsun 5 yazdım məxrəcə. Beraberdir. İkisi de 5'e bölünən ədəddir. 5'e böldüm 1, 5'e böldüm 2. Eyni sualı yazmı? Halda. Həqiqətən də ikisi də 2'ye bölünür, elə də 6'da 1. Nəysə. Bir dənisini də yazım. Deməli sual gözümə qəşəng görsənib ki, 2 dəfə dalbadal yazmışam. 5'də 3 vurulsun 4'də 2. Bu da bərabərdir. 5 vur 4 məxrəcə yazdım. 3 vurulsun 2 surətə yazdım. İkisi də 2'ye bölünür mü? 2'ye böldüm 1, 2'ye böldüm 2. O da elədi 10'da 3. Все, qurtardım. Verilib 5'də 3 vurulsun 25. Bu da demiştim məxrəc olduğu kimi qalır. Bu sıfırlar sürətə. 25. İkisi də 5'e bölünür mü? 5'e böldüm, 5'e böldüm. O da elədi 3 vur 5, o da elədi 15. Все, məxrəcdə heç nə qalmadı. 1. 1'ə böləndə nə edir? Ədədin özü. Bu formada təyin olundu. Verilib bizə 12 vurulsun 18'de 5. Bu da bərabərdir. Məxrəc olduğu kimi qalır. Bu vurulur sürətə. 12 vur 5. Bu da bərabərdir. İkisi də 6'ya bölünür mü? 6'ya böləndə 3, 6'ya böləndə 2. 2 vur 5, 10, 10 bölünsün 3. Bu da bərabərdir. 10'u 3'e böləndə neçə edir? 3'də 3'də 1. Bu formada təyin olundu. Qalanlarında şunlar özünüz işləyirsiniz. Keçirəm 10-cu sualda bəzi misalların cavabı səhvdir. Səhvləri müəyyən edin və düzgün cavabı tapın. Eyni qayda uşaqlar. Hasili tapırsınız, səhv müəyyənləşdirirsiniz ki, səhv hardadır. Yaxşı mı? Gəlin 2 dənisini mən işləyim. 2'də 1 vurulsun 2'də 3. 2 2'yə vuranda 4, 3 1'ə vuranda 3, 4'də 3. Bəli, doğrudur. 2 5'ə vuranda, ikinci sual. 2'də 3 vurulsun 5'də 1. 2 5'ə vuranda 10, 3 1'ə vuranda 3. 10'da 3. Amma sizə nə verib? 7'də verilib 4. Səhvdir uşaqlar. Mümkün deyil. Elə də 10'da 3. Başqa bir dənisində deyək. 9'da 1 vurulsun 2'də 3. Yazıb. O eləyir neçə? 9 vurulsun 2'də 1 vurulsun 3. İkisi də 3'ə bölünür mü? O da elədi mi 6'da 1? 1 vur 1 elədi 6'da 1. Çox doğrudur. Yəni uşaqlar 1-1 yoxlayırsınız. Özünüz yazırsınız, həll edirsiniz. Sizin aldığınız cavabına eynidirsə, bəli düzdür. Yox, fərqli bir cavab alınıbsa, deməli səhvdir. 11-ci sual. Hansı misalın cavabı digərlərindən fərqlənir? Yəni uşaqlar, demək digərlərindən fərqlənirsə, deməli eyni cavab da hamısında fərqli olanı seçirik biz. Verilib 11-ci sualda 5'də 1 vurulsun 3. Sürətə vurulur 5'də 3. 5'də 1, 5'də 1, 5'də 1. 3 dənə 5'də 1 elədi mi? Yəni 5'də 3 eyni şey. 1 çıxılsın 5'dən 2. Yadımızı salaq. 1 nə idi? 5'də 5. O da elədi mi 5'də 3? Eyni cavab. 3'də 1 vurulsun 5. 3'də 5. Fərqli. Fərqli cavab. Aha, yəni burada fərqli olan budur. A variantında bu. B variantında 7'də 3 vurulsun 4. 7'də 3'dən plus yazılıb 5 dənə. 5 dənədirsə, yəni vur 5. Deməli bunlar bir-birindən fərqlidir. Bu birisində 2 vurulsun. 7'də 3'ü vuranda 4'də 7'də 12. 5 dənəsi olanda 7'də 15. 2 çıxılsın 7'də 2. 2 nə deməkdir? 14 bölünsün 7. Düzdürmü?
14-dən çıxanda 2 neçə edir? 12. 12 bölünsün 7. Yəni bununla bu eynidir. 3 vursun 7-də 4, o da elədi 7-də yenə də 12. Fərqli olan bu. Yəni 7-də 3 plus 7-də 3 plus 7-də 3 plus 7-də 3 plus 7-də 3. Yox, fərqli budur. Özünüz C və D variantını işləyirsiniz. Bir dənə 12-nə 13-ə də baxaq. Görək bunlarda nə deyir? 12-ci sualla 13-cü sualımızda. 12-də bizə nə deyir? Orxan deyir ki, Elxan doğru fikirləşirmi? İzah edin. Deyir ki, sürətdə məxrəcdə böldü 3-ə, birində 3 aldı, birində 2, o da elədi 3-də 4 olduğu kimi. Uşaqlar, Elxanın birinci yazdığı doğrudur. Çünki vurma olanda ixtisar gedir. Amma arasında pelus varsa ömründə olmaz. Pelus olanda ixtisar aparmaq olmaz. Minus olanda, böl olanda ixtisar aparmaq olmaz. Vurma olanda bəli. Aydındır? İkinci pelusdan yazına 6 plus 2 bölünsün 9 səhv. Doğru cavab deyil. Keçdim 13-ə. Deyir ki, Gülsüm rəngli kağızlardan sahəsi 400 metr kvadrat olan fiqur kəsdi. Onun kəsdiyi fiqur hansı ola bilər? Bu fiqurun perimetri neçə metrdir? Sahəsi 4-də 3 metr kvadrat. Uşaqlar, yazıram. Birincinin sahəsi nədir? En vurulsun uzunluq. 4-də 1 vurulsun 4-də 3. Bu da nə edir? Məxrəc vurulur. 16, sürət vurulur 3. 16-da 3. Bu deyil Gülsümün kəsiyi. Bəlkə də ikinci kağızdır, mavi rəng olan. Gəlin mavi rəng olanı hesablayayım. Bəs uşaqlar, bu hansı fiqurdur? 8-də 5, 1 saniyə uşaqlar. 5-də 4. 8-də 5. Belə eləyib 5-də 2. Uşaqlar, belə bir fiqur varmı? Yəni biz bunu demişik ki, bir promoy sahəsini hesablaya bilmirik. Düzdürmü? Hesablamaq üçün uşaqlar 2 dənə düzbucağı, yəni mən düzbucağın sahəsini bilirəm. Mən kvadratın sahəsini bilirəm. Mən belə bir fiqurun sahəsini bilmirəm. Hesablamaq üçün mütləq şəkildə 2 fiqura ayırıram. Birinci düzbucağı, ikinci düzbucağı. Bura kimi problem yoxdur. Deyirəm, indi bu tərəf nə oldu? 5-də 2. Bəs bu tərəf nə oldu? Bu ikisinin cəmi. Yəni 8-də 5 plus 5-də 4. Cəmi neçə edir? Ortaq məxrəc elədi. 40. 40-a gəlmək üçün 5-ə vurdum. O da elədi 40-da 25 plus 24. O da elədi 49. 25 plus 24. 49. Aha, doğru. 49. Problem yoxdur uşaqlar. 40-da 49. Dedim. Deməli, bunun sahəsi nə edəcək? S bərabərdir. 5-də 2 vurulsun. 40-da 49. Keçirəm bəs. Bu birisinin sahəsi neçə eləyir? Mən bunu böyle işləməyim. Düz işləmişim. Problem yoxdur. Amma özümü çətinə saldım uşaqlar. Bunu hesabla falan. Ya bunu belə rahat edeyim. Həm sizi çətinə saldım, həm özümü. Uşaqlar, bunu belə də bölə bilərsiniz. Bunu belə də bölə bilərsiniz. 2 dənə düzbucalıya 2 formada da bölünür. Bax, niyə belə böldüm? Çünki bu en var, uzunluq var. Bir də mən nəysə çıxıb toplayamama ehtiyac yoxdur. En var, uzunluq var, rahatdır. Yəni S bərabərdir. Bir promoy tapılır onsuz da burada. 5-də 2 vurulsun 8-də 5. S bərabərdir. 5-də 4 vurulsun 8-də 5. Bu da bərabərdir. Elədi mi uşaqlar? 5 vurulsun 8-də. 4 vur 5. İxtisar getdi, qaldı 2, ixtisar getdi, qaldı 1. 2-də 1 elədi mi? Bu üçsənin sahəsi 2-də 1. Bu birisinin sahəsi. 5 vurulsun 8-də, 2 vurulsun 5. Bu da elədi mi uşaqlar? İxtisar getdi, 4-də 1. Birinin sahəsi 4-də 1, 2-də 1. Ümumi sahə 4-də 1 plus 2-də 1. O da ortaq məxrəc 4. 4-ə gətirəndə 2-yə vurdum. O da elədi 4-də 1. Plus 4-də 2, o da bərabərdir 4-də 3. Bəli, 4-də 3 sahəsi olan mavi rəng fiquru imiş. Bu saydım, sahəni tapdım.
Mənə deyir ki, sahəsi bu olan fiquru tap. Tapdım. Problem yoxdur. Və uşaqlar ardınca deyir ki, bunun perimetrini tap. Uşaqlar perimetri tapmaq üçün necə tapıram? Perimetr deyəndə fiqurun bütün tərəflərinin cəmi nəzərdə tutulur uşaqlar. Bax, ortadakı tərəf yox ha, ortadakı tərəfinə mənim heç bir işim yoxdur. Ortadakı tərəf yox, kənarlara düşəcək tərəf. Yəni bu. Hamısı. Hətta buranın uzunluğu verilib 8-5. Aha. Uşaqlar, bir yazıram. Deyirəm ki, bu hissənin uzunluğu elədi 8-5. Düzdürmü? Bunu yazdım. 8-5. Plus bu hissənin uzunluğu 5-4. Və uşaqlar, buna paraleldə 8-5 ilə 5-4-ün cəmini deyə bilərəm. Düzdür? Eyni şeydir. Plus 8-5 plus 8-4. 8-5, 5-4. Sonra cəmi hesablayacağım. Plus. Uşaqlar, bura 8-5. Buranı cəmlədim. Buranı da cəmlədim. Uşaqlar, bura 8-5-dirsə, bununla bunun cəmi 8-5 yaza bilərəm. Avtomatik. Deyirəm ki, hə, plus 8-5 bu ikisini də cəmi birbaşa verdim ki, 8-5-dir. Problem yoxdur. Bunu da yazandan sonra bu da bərabərdir. 1, 2, 3, 4 dənə 8-5. 4 dənə birinci atdım. 4 dənə 8-5. Yəni 8-də 4 vurulsun 5. Yəni ikisi də 4-ə bölünür. 2-də 5. Və uşaqlar 2 dənə 5-də 4. O da deyir 5-də 8. Düzdürmü? İndi eyni bir məxrəci gətirib cəmləmək olar. Və yaxud da düzgün olmayan kəsrə qarşı qədədə çevirin. 2,2-də 1, 1,5-də 3, 2,2-də 1-in üzərinə 1,5-də 3 gələndə 5 ilə 2 üçün ortaq parçası 10, ona gətirmək üçün 5-ə vururam, ona gətirmək üçün 2-yə vururam. Bu da bərabərdir. 2,10-da 5 plus 1,10-da 6. Bu da bərabərdir. 3 tam plus 10'da 11. 10'da 11 ne deməkdir? 1 tam 10'da 1. 3 tam plus 1 tam 10'da 1. Bu da bərabərdir 4 tam 10'da 1. Formasını da təyin olunacaq. Cavabımız olur bu. Aydın uşaqlar. Sizə birinci deyirdi, sahəsi bu olanı tap. Tapdım mavi rəng. Sonra dedi perimetrini tap. Onu da tapdıq. Problem yoxdur uşaqlar. Mövzumuz bu formada oldu. Uşaqlar, abunə olmağı və bəyənməyi unutmayaq. Əgər videoların davamını istəyirsinizsə. Çox sağ olun, hələlik. Sağ olun uşaqlar.